Salam, hər vaxtınız xeyir. Bugün bizim kanalda şabalıd qovurmasının hazırlanması qaydasıdır. Hinduşka əti ilə hazırladığım bu yeməyi qaz və toyuq əti ilə də hazırlamaq olar. Yeməyin hazırlanmasında lazım olan ərzaqların dəqiq ölçüsü videonun altında qeyd olunub. Bənd-bənd doğranılmış ət əvvəlcə yuyulur. Sonra qaynadılması üçün qazanın içinə yığılır. Üzərinə bir qədər su və duz əlavə olunur. Daha sonra ağzı bağlı şəkildə qaynadılır. Ətin üzərinə çıxan kəflər yığılıb atılır. Ət qaynayarkən soğanlar aşqarasına doğranılan formada doğranılır. Üzərinə bir qədər duz və əridilmiş kərəyağı əlavə olunaraq qovurulur. Tam ölüşüyüb qovurulana qədər soğanlar qovurulur. Daha sonra isə şabalıdlar qabığından təmizlənir. Məndə evdə qabığından təmizlənmiş şabalıd idi. Sizdə əgər qabıqlı şabalıd olarsa, soğan tam qovurulana qədər həmən şabalıdların bir neçə yerdən qabığını çərtərək qaynar suyun içərisində saxlayaraq qabıqlarını çox rahatlıqla təmizləyə bilərsiniz. Soğan qovurulandan sonra gördüyünüz kimi ətlər soğanın üzərinə yığılır. Daha sonra isə şabalıdlar əlavə olunur. Ət bişərkən o ətə də duz əlavə eləmişdim. Soğana da həmçinin. Ona görə də burada yenidən duzdan istifadə etmirəm. Bir qədər sarı kök və qara biber əlavə edirəm qazana. Üstündən də ət qaynadılan suyu tökürəm. Sonra ağzı bağlı şəkildə vamxodda qazın üstündə bişirirəm. Yağına düşməsinə çox az qalmış isə qazın üstündən götürürəm. Buyurun siz də hazırlayın. Nəticədən razı qalıb qalmadığınızı bizə yazaraq bildirin. Hələlik isə sağ olun. Sağ olun dostlar. Gələn videolarda görüşərik.